insan dünya və dünyada olanlara ümidvar olmamalıdır. İnsan ümidli olmalıdır fəqət Allaha. Bilsən ki, ya, sən söykəndiyin yer odur. Allaha deyib bu cürlə belini bağlaya bilsin ki, o deyib ki, narahat olma. Allah deyib, mən varam. Bütün övliyalar, peyğəmbərlər, imamlar, şəhidlər, alimlər şəfaət edəcək. Yerdə qalanlar deyəcək, heç nə, evimiz yıxıldı. Allah deyəcək, mənim növbəmdir. İmanın neçənci dərəcəsində olursan ol, ümid elə yenən ancaq Allahın rəhmətinə. O bir söz ki var ha, deyir ki, gəlir biri deyir, dəvəni bağlayım, təvəkkül edeyim, yoxsa təvəkkül edeyim. Peyğəmbər deyir, elə bağla təvəkküllə. Əgər günah eləyəndən sonra narahat oldunsa, ilk ümid var. Narahat olmadın, qorx. Vəziyyət yaxşı deyil. Necə ki, məyusluq insanın günahına görə olur, ümid də insan öz əməllərinə görə, öz əməllərinə ümidvar olmasın. Allah o Allahdır ki, burada bildiyin bir şey böyüdər, böyük bildiyin şey kiçildər. Bəzi vaxtlar sən deyirsən, ya burada nə var, ya burada nə var, yoxsa burada nələr var? Bəziləri belə bir fikir irəli sürürlər ki, Allah o qədər bağışlayandır, hətta cəhənnəmdən də insanları oradan çıxardacaq, əbədi olmayacaq. Allah Taala vəd veribsə, mükafat verəcəm, 100% əməl eləyəcəm. Çünki alicənablığın şərtidir ki, əməl eləyəcəm.